Salam, hər vaxtınız xeyir. Coğrafiya güvən test toplusu üzrə suallara qaldığımız yerdən davam edirik. Sual 41. Sxemə əsasən kəsmə yüksəkliyini hesablayın. Baxırıq, burada iki horizontal arasındakı fərqə əsasən kəsmə yüksəkliyi tapa bilərik. 160-dan 140-a çıxacaq, edəcək 20. Sonra nə edirdik? 20-ni aradakı boşluqların sayına böləcəyik. Hesablayaq. 1 boşluq, 2, 3, 4. Arada 4 boşluq var. 20-ni də 4-ə böləndə edəcək 5. Deməli, kəsmə yüksəkliyimiz oldu 5 metr. Cavablara baxırıq. 41-də doğru cavab oldu. C variantı. Keçirik 42-ci suala. Sxemə əsasən mütləq hündürlükləri eyni olan nöqtələri müəyyən edin. Baxırıq, buradan çay axır. Yadınızda saxlayın, çayın hər iki sahilində olan horizontalların mütləq hündürlüyü həmişə eyni olur. Yəni, burada baxırıq, bizdən eyni olanları soruşur. B çaydan sonra ikinci horizontalın üzərində yerləşir. E çaydan sonra birinci horizontalın üzərində yerləşir. B Y-yə bərabər ola bilməz. Sonra baxırıq, bizə ikinci horizontal olanlar lazımdır. Baxaq. Burada D də ikinci horizontalın üzərində yerləşir. Görürsünüzmü? Həm B, həm də D ikinci horizontalın üzərində yerləşdiyi üçün bir-birinə bərabər olacaq B və D. C və D bir-birinə bərabər ola bilməz, çünki C üçüncü horizontaldadır, D ikinci horizontaldadır. Sonra B və C də yenə bir-birinə bərabər ola bilməz, çünki B ikinci horizontaldadır, C isə üçüncü horizontaldadır. A və C də bir-birinə bərabər ola bilməz, çünki A 1, 2, 3, 4, 4-cü horizontalın üzərindədir. C 3-cü horizontalın üzərindədir. Sonra A və B yenə bir-birinə bərabər ola bilməz. B 2-ci horizontaldadır. A 4-dədir, bayaq dedik. Deməli, doğru cavab elə B və D-dir. Yəni, 42-də doğru cavab oldu B variantı. 43. A nöqtəsindən şimal-şərq, cənub-qərb və cənub-şərq istiqamətlərində yerləşən məntəqələrin müvafiq ardıcıllığını istəyir bizdən. Birinci nə dedi? Şimal-şərq. Şimal-şərq, baxın, bu istiqamətdir. Şimal-şərq istiqaməti bu istiqamətdir. Yəni, 2, cənub-qərbin istiqaməti olacaq 6, bu istiqamətdir. Və cənub-şərq. Cənub-şərq isə budur. Yəni 2, 6, 4, 43-də doğru cavab oldu B variantı. Keçid edirik 44-cü suala. Kəsmə yüksəkliyi 20 metr olan sxemdə A nöqtəsinin hansı horizontallar arasında yerləşdiyini müəyyən edin. Yadınızda saxlayın, dəniz səviyyəsi həmişə 0 metr hündürlükdə olur. Kəsmə yüksəklik də 20 metrdir. Yəni, bura dəniz olduğuna görə bu horizontalın qiyməti olacaq 0. Çünki dəniz səviyyəsi həmişə 0-dır. Bura 0-dırsa, bura 20, çünki kəsmə yüksəkliyimiz 20 metrdir. Bu horizontal 40, bura 60, bura isə 80. Yəni, A yerləşdi 80 ilə 60 arasında bir yerdə. Yəni, 60 və 80. 44-ün doğru cavabı oldu D variantı. 45. Yenə A nöqtəsinin qonşu horizontallarının mütləq hündürlüklərini müəyyən edin deyir. Baxırıq. Bu səfər kəsmə yüksəkliyi verməyib, özümüz tapacaq. Necə tapacaq? Baxın, yenə bura dəniz səviyyəsidir, yəni 0 metr hündürlükdür. Və 150-dən 0 çıxanda edəcək 150. Yəni, iki horizontal arasındakı fərqi tapırıq ilk öncə kəsmə yüksəkliyi tapmaq üçün. Sonra aradakı boşluqların sayına bölürük. Sayaq boşluqları, dəniz səviyyəsindən bura qədər bir boşluq var. Bura qədər də bir boşluq, yəni 1, 2, 2 boşluq var. 150-ni də 2-yə böləndə edir 75. Deməli, kəsmə yüksəkliyimiz oldu 75 metr. İndi baxaq görək A hansı hündürlüklər arasında yerləşir. Dedik, dəniz səviyyəsi 0-dır, kəsmə yüksəkliyi də tapdıq 75-dir. Bura 0-dırsa, bura olacaq 75. Bura olacaq 150. 75 artacaq. Bura olacaq 225. Burada olacaq 300. Yəni, A 225 ilə 300 arasında bir yerdədir. 45-in doğru cavabı deməli oldu D variantı. Sual 46. Doğru olmayan fikri müəyyən edin. A.
Belqişdirik horizontallar perpendikulyar çəkilmiş səth sularının axım istiqamətini göstərən qısa xəttlərdir. Bəli, doğrudur. B. Horizontalların bir-birindən daha aralı çəkildiyi yerlərdə yamaç daha dik olur ifadəsi yanlış ifadədir. Əksinə, horizontallar bir-birinə aralı olanda yamacın dikliyi azalır. Doğru, yəni doğru cavab, doğru olmayan fikir, yəni 46-da B olacaq. Digərlərinə baxaq. Nöqtənin hündürlüyü okean və ya dəniz səviyyəsindən hesablanarsa, bu mütləq hündürlük adlanır. Bəli. D. Yer səthində bir nöqtənin digər nöqtəyə şaqlı xətt üzrə hündürlük fərqinə nisbi hündürlük deyilir. Bəli. E. Horizontallar eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən qapalı əyri xəttlərdir. Bu da doğru ifadədir. 46 doğru cavab oldu. Deməli, B variantı. Keçdik 47-ci suala. Düzgün coğrafi ifadəni müəyyən edin deyir. A. Mütləq hündürlük sadə məktəb niveləri vasitəsilə ölçülür ifadəsi yanlışdır. Çünki mütləq hündürlük yox, nisbi hündürlük nivelər vasitəsilə ölçülür. B. Plan və xəritələrdə üfüqün cəhətləri dərəcə toruna görə təyin edilir. Bu da yanlış ifadədir. Planda dərəcə toru yoxdur. C. Yer səthinin kartoqrafik təsvir vasitələrində kiçilmə nisbətini göstərən kəsrə belqişdırıq deyilir ifadəsi yanlışdır. Çünki belqişdırıqlar horizontallara qısa çəkilmiş perpendikulyar xəttlərdir. D. Qonşu horizontallar arasındakı hündürlük fərqinə kəsmə yüksəklik deyilir ifadəsi doğru ifadədir. 47-də doğru cavab D variantıdır. E-yə də baxırıq. Məhəldə azimut bucağı transporterlə ölçülür ifadəsi də yanlış ifadədir. Çünki planda transporterlə ölçülür. Məhəldə kompasa əsasən ölçülük. 47-də doğru cavab deməli oldu. D variantı. Sual 48. Məhəllin planında Yeni kənddən 135 dərəcə azimutda yerləşən miqyassız şərti işarə hansı coğrafi obyekti bildirir? Baxırıq, 135 dərəcə deyir Yeni kənddən, yəni bu istiqaməti göstərir. Burada da miqyassız şərti işarə ilə göstərilən yel dəyirmanının şərti işarəsidir. Yəni 48-də doğru cavab olacaq B variantı. Sual 49. Sxemdəki M nöqtəsi hansı horizontallar arasında yerləşir? Deməli, dedik dəniz səviyyəsi 0 olur. Bu da buradakı sual kimidir. İlk öncə biz kəsmə yüksəkliyi tapacaq. Baxırıq, bura 15-dir, bura 0-dır. Aradakı fərq 15 olacaq və aradakı boşluqların sayını tapaq. 1 boşluq, 2 boşluq, 3 boşluq. 15-i 3-ə bölərik. Taparıq ki, kəsmə yüksəklik 5 metrdir. Və artıq M-in hansı hündürlüklər arasında yerləşdiyini tapa bilərik. Dəniz səviyyəsi dedik 0-dır. Bura olacaq 5, bura olacaq 10, 15, 20, 25. Deməli, M 20 ilə 25 metr arasında bir yerdədir. 49-un doğru cavabı oldu D variantı. Keçdik 50-ci suala. Sxemə əsasən ikinci nöqtənin mütləq hündürlüyünü hesablayın. Baxırıq, ikinci nöqtə burada yerləşir. Dəniz səviyyəsini verib, ilk öncə kəsmə yüksəkliyini tapacaq. Dəniz səviyyəsi dedik ki 0-dır. Burada da bu horizontalın qiymətini bilirik 500-dür. Aradakı fərqi tapırıq. 500-dən 0 çıxanda 500. Aradakı boşluqları saymalıyıq. 1 boşluq, 2, 3, 4, 5. 5 boşluq var. 500-ü bölərik 5-ə, edər 100. Deməli, kəsmə yüksəkliyimiz oldu 100 metr. Əgər bura 500-dürsə, deməli, burada elə 600 olacaq. Niyə? Çünki 100 artacaq. Yəni, ikinci nöqtənin mütləq hündürlüyü olacaq 600 metr. 50-də doğru cavab C variantı. Keçdik 51-ci suala. Sxemdəki təpənin nisbi hündürlüyünü və ən az meylliliyə malik olan yamacı müəyyən edin. Baxırıq, horizontallar arasındakı məsafə bu hissədə azalıb. Deməli, yamacın dikliyi bu hissədə azdır, yəni meyillilik azdır. Bu da olur hansı istiqamət? Cənubi-qərb istiqaməti. İstiqaməti tapdıq. İndi bizdən nisbi hündürlüyü də istəyir.
İlk öncə biz kəsmə yüksəkliyi tapmalıyıq. Əslində cavab bəllidir. Cənub-qərb, amma yox, cənub-qərb burada da var, burada da var. Ona görə mütləq nisbi hündürlüyü tapmalıyıq. Elə bildim sadəcə A-dadır. Nəysə, kəsmə yüksəkliyi tapaq. Yenə iki horizontal arasındakı fərqi tapırıq. 45-dən 30-u çıxanda edir 15. Deməli, kəsmə yüksəklik elə 15 metrdir. Deməli, C-ni biz tapa bilərik. C olacaq 15. Niyə? Çünki bu təpədir. Təpə olduğu üçün bura doğru getdikcə, aşağıya doğru getdikcə hündürlük azalmalıdır. C-nin mütləq hündürlüyü oldu 15. Nisbi hündürlüyü də tapmaq üçün nə edəcəyik? 69-dan 15-i çıxacaq. Çünki bir nöqtənin digər nöqtədən olan hündürlük fərqidir. Yəni, zirvə ilə yamac arasındakı hündürlük, daha doğrusu zirvə ilə ətək arasındakı hündürlük fərqidir, belə deyək. 69-dan çıxacaq, buranı tapdıq 15, edəcək 54 metr. Cavablara baxırıq, 51-də deməli doğru cavab oldu C variantı. Sual 52. Hansı xüsusiyyət horizontallara aid deyil? A. Eyni hündürlüyə malik nöqtələri birləşdirir, bəli. B. İki qonşu horizontal arasındakı yüksəklik fərqi kəsmə yüksəkliyi adlanır, bəli. C. Horizontallardan relyefi təsvir etmək üçün istifadə olunur ifadəsi də doğrudur. D. Belqiştrixlər mütləq hündürlüyü göstərir ifadəsi yanlışdır. Belqiştrixlər relyefin formasını göstərir, yəni çökəklikdirmi, təpədirmi, dağdırmı və s. Səth suların axım istiqamətini göstərir. Yəni D cavabımız olacaq D. Bu aid deyil. Y-yə baxırıq, sıx çəkilən ərazilərdə yamacın meylliliyi çoxdur. Bəli, bu da doğru ifadədir. 52-də doğru cavab oldu, deməli D variantı. 53-ə baxırıq. Sxemə əsasən K, L, M və N məntəqələrinin yüksəkliklərini doğru göstərən qrafiki təyin edin. Dedik, dəniz səviyyəsi 0-dır. Artıq bildik, kəsmə yüksəkliyi də 50-dir, çünki burada artıq göstərilib. Bura 50-dirsə, K olacaq 100. K olacaq 100. Sonra 50-50 artacaq. Bu horizontalın qiyməti olacaq 150, L isə olacaq 200. İndi baxaq görək hansında. Baxın, bu çıxdı avtomatik sıradan, çünki burada K-nı göstərir ki, 250-dir. Biz isə dedik K 100. Deməli, C ola bilməz. D heç ola bilməz. Baxın, 600. Sonra burada Y-də K-nı 50 göstərib. Deməli, bu variantda getdi. A-da K-nı 100 göstərib. Bəli. L-ə də tapdıq ki, 200-dür. Amma burada 250 göstərib. Deməli, B variantda doğru deyil. Artıq digərlərini tapmağa ehtiyac yoxdur. Cavabımız A variantı olacaq. Keçdik 54-cü suala. Aşağıdakı ifadələrdən hansı doğru deyil? A. Yamacın dikliyi artdıqca horizontallar arasındakı sıxlıq artır ifadəsi doğru ifadədir. Bizdən doğru olmayanı soruşur. B. Yamacın dikliyi artdıqca horizontallar arasındakı məsafə artır ifadəsi yanlış ifadədir. Əksinə, horizontallar arasında məsafə azalır olacaqdır. 54-də deməli doğru cavab B variantıdır. Digərlərdə doğru olacaq. C. Planda iki qonşu horizontallar arasındakı yüksəklik fərqinə kəsmə yüksəkliyi deyilir. Bəli. Belqiştrixin ucları yamacın enmə istiqamətini göstərir. Bəli. Y. Nivelir vasitəsilə nisbi hündürlük ölçülür. Bəli. Keçdik 55-ci suala. Doğru olmayan fikri müəyyən edin. A. M və N məntəqələrindəki müşahidəçilər okean səviyyəsindən eyni hündürlükdədirlər. Baxaq, görürük ki, M ilə N eyni horizontalın üzərində yerləşib. Ona görə də mütləq hündürlüyü bəli, eyni olacaq. A doğrudur. Bizdən doğru olmayanı istəyir. B-yə baxırıq. M və N məntəqələri dağın müxtəlif yamaclarında yerləşir. Bəli. M dağın bubli yamacındadır, N isə obli yamacındadır, yəni düzdür. B doğru ifadədir. C. M və N məntəqələrindəki müşahidəçilər bir-birini görə bilməzlər. Bəli, bu da doğru ifadədir. Çünki müxtəlif yamaclarda durublar. Ona görə bir-birlərini görə bilməzlər. D.
M məntəqəsinin yerləşdiyi yamaz daha meyillidir. Baxırıq, bəli, horizontallar bir-birinə burada yaxın yerləşib, meyillidir. Y-yə baxırıq, M və N məntəqələrinin mütləq hündürlüyü eyni olub, dağın eyni yamacında yerləşirlər ifadəsi yanlışdır. Çünki dağın müxtəlif yamacında yerləşirlər. Elə cavabımız oldu 55-də Y variantı. 56. Geri qayıdılan hansı azimutlar doğru deyil? Yenə şimal-şərq. Bu MİQ-ə aid sualdır. Mən yenə güvənin dərsliyini atacağam. Oradan daha yaxşı aydın olacaq. Deməli, gedilən istiqamət şimal-şərq istiqamətidir. Yəni, bu istiqamətdə gediblər. Geri qayıdılan azimut isə deyir ki, 202,5-dir. Baxın, mən həmişə deyirəm, hansı azimutda getmişiksə, əks azimutda geri qayıdırıq. Yəni, doğrudur. Bunu necə tapdıq? 22,5-in üzərinə 180 gəlməklə tapırıq ki, 202,5 dərəcə azimutda geri qayıdıblar. Əgər bunları əzbərləyə bilmirsinizsə, belə 180 gəlməklə üzərinə tapa bilərsiniz. Və həmişə də deyirəm, şimal-şərq istiqaməti şimalla şimal-şərqin ortasında yerləşir. Şimal-şərqin bilirik dərəcə ilə qiymətin 45-dir. 0 ilə 45-in arasında 22,5 olur. Yəni, birinci verilən doğrudur. Deməli, birinci doğrudur. Baxın. Doğru olmayanları soruşur bizdən. 2. Qərb, cənub-qərb. Gedilən istiqamət budur. Qərb, cənub-qərb. Geri qayıdılan azimut isə 67,5 dərəcədir. Baxın, yenə göstərin buradan. Qərb, cənub-qərb istiqaməti deyir. Baxın, qərb, cənub-qərb istiqaməti bu istiqamətdir. Yəni, bu istiqamətdə gediblər. Geriyə təbii ki, 67,5 dərəcə ilə geri qayıtmalıdırlar. Deməli, 2 də doğrudur. 3. Şimal-qərb. Şimal-qərb ilə gedilən istiqamət budur. Geri qayıdılan azimut isə 225 dərəcədir. Baxın, şimal-qərb istiqaməti bunu artıq bilirik. 315 dərəcəlik azimutla 315 dərəcədir. Və geriyə təbii ki, 135 dərəcə ilə geri qayıtmalıdırlar. Yəni, cənub-şərq istiqamətində geri qayıtmalıdırlar. Amma burada deyir ki, baxın, burada 225 deyir. Deməli, elə səhv olan da budur. 3-dür. Cavabımız olacaq C variantı. Digərlərinə baxmağa ehtiyac yoxdur, çünki doğru olacaq. 4 və 5 doğrudur. 56 deməli, doğru cavabımız oldu C variantı. 57-ci suala baxırıq. Sxemdə təsvir olunan relyef formasını və nisbi hündürlüyü tapın. Kəsmə yüksəkliyi 5 metrdir. Relyefin formasını bilirik ki, artıq çökəklikdir. Çünki belgi ştrixlər daxilə doğru çəkilib. Bu çökəklikdir. Kəsmə yüksəkliyi də bilirik 5 metrdir. Daxili horizontalın qiymətini tapa bilərik. Daxili horizontalın qiyməti 204-dən böyük 5-ə bölünən ilk ədəd olmalıdır. Niyə? Çünki bura çökəklikdir. Bu, kənara doğru getdikcə hündürlük artmalıdır. Yəni, bura olacaq 205. 5-ə qalıqsız bölünən ilk ədəd. 205. Sonra 5-5 artacaq. Bura olacaq 210. Bura olacaq 215. Burada olacaq 220. Və biz nisbi hündürlüyü necə tapacaq? 220-dən 204-ü çıxmaqla tapacaq. O da edəcək 16 metr. 57-də deməli doğru cavab oldu B variantı. Çökəklik 16 metr hündürlük. Nisbi hündürlük. 58. A nöqtəsindən hərəkətə başlayan məktəblilər əvvəlcə 90 dərəcəlik azimutla. Deməli, A nöqtəsi. Bunu çəkeyim mən ən yaxşısı. Deməli, A nöqtəsindən 90 dərəcə azimutla, yəni şərq istiqamətində 4 kilometr gediblər. Yazdım mən 4 kilometr, bunu qeyd etməliyim mütləq. Sonra şimal istiqamətində 4 kilometrdə getdilər, onu da çəkim.
Daha sonra isə qərb istiqamətində 8 kilometr hərəkət edib B məntəqəsinə çatıblar. 8 kilometr dediyi üçün artıq deməli bu qədər gediblər. Bura qədər çəkəcək. Onu da çəkeyim. Aha, deməli bura qədər gəliblər. İndi deyir geriyə hansı azimutla, yəni istiqamətlə geri qayıtmalıdırlar. Deməli elə baxın. Bir dəqiqə çəkeyim. Qırmızı ilə çəkdim ki, aydın olsun. Geriyə təbii ki, onlar cənub-şərq istiqaməti ilə geri qayıtmalıdırlar. Bir dəqiqə. Yox, yanlış çəkdim. Bura qədər çəkməli idim. Başlanğıc məntəqəni qarışdırdım. Buradadır başlanğıc məntəqə. Yenə də cənub-şərq istiqaməti olur. Yəni istiqamət dəyişmir. Cənub-şərq istiqamətidir. Amma yəni bu çəkməyin də bunu. Başlanğıc buradır çünki. Buradan başlamışdıq. Yenə də cənub-şərq istiqaməti ilə geri qayıtmalıdırlar. Cavablara baxsaq, cənub-şərq istiqamətdə 58-də C variantındadır. Sual 59. Davam edirik. Sual 59. Doğru olan horizontal sxemləri seçin. Kəsmə yüksəklik 10 metrə bərabərdir. 1. Baxırıq, bura 25-dirsə, bura olacaq 35, 10, 10 artmalıdır. Amma burada təzədən 30 olub, azalıb. Deməli, bu səhvdir. 2. Bura 10-dursa, bura 20, bura 30. Bəli, doğrudur. 2 doğrudur. 3. Çökəklikdir. Çökəklik olduğu üçün daxilə doğru hündürlük azalmalıdır. Bura 40-dırsa, bura 30, 10 azalacaq. Bura 20, amma 20-dən sonra təzədən artıb. Deməli, bu doğru deyil. 4. Yenə çökəklikdir. Daxilə doğru hündürlük azalmalıdır. 70, 60, 50. Bəli, doğrudur. 2, 4 doğru cavablardır. 5. Təpə olduğu üçün yuxarıya getdikcə hündürlük artmalıdır. Bura 80, bura 90, amma 76-dır. Deməli, bu da səhvdir. 2, 4 doğru cavablardır. 59-da doğru cavab B variantı. 60. Sxemə əsasən K nöqtəsinin mütləq hündürlüyünü tapın. Dediyi dəniz səviyyəsi 0 metrdir. 500 ilə 0 arasındakı hündürlük fərqini tapırıq. 500 metr aradakı boşluqların sayına bölürük. Aradakı boşluqların sayı 2-dir. 500-ü 2-yə böləndə edir 250. Tapdıq ki, kəsmə yüksəklik 250 metrdir. Artıq K-nın qiymətini tapa bilərik. 250, 250 artmalıdır. Bura 500-dürsə, bura olacaq 750. Bura olacaq 1000. Bura olacaq 1250. K isə olacaq 1500. Yəni 60-da doğru cavab olacaq B variantı. Belə, bu videoluq bu qədər. Gələn videolarda görüşmək üzrə.